Sağ ol, sağ ol. Öpürəm barıma basıram. Çox qonaqpərvər, bax. Azərbaycanın bütün bölgələrini gəzib dolaşmaq lazımdır. Məsləhət görürəm ki, insanlarla tam təmasda olmaq lazımdır, ünsiyyət qurmaq lazımdır. Bəli, Azərbaycanın ən gözəl rayonlarından biri Göyçay rayonu. Göyçay rayon bazarında oldum. Həqiqətən də çox ürəyimi açdı. Buranın insanları o qədər səmimi insanlardır ki, yəni həm bazarın səliqə, səhmanı, bundan əlavə olaraq bazar sakinləri məni o qədər gözəl şəkildə qarşıladı ki, inanın ki, xəcalət çəkdim. Ona görə ki, xəcalət çəkməyim səbəb odur ki, məni həm yedirdilər, həm içizdirdilər, həm də cibimə pul qoydular. Yəni mən bu dərəcədə qonaqpərvər insanlar görməmişdim. Həqiqətən də bizim belə insanlarımız var imiş. Bax, Göyçay sakinləri bax budur. Təmiz qəlbli, qonaqpərvər, həqiqətən də sizi xoş gördük. Necəsiniz? Çox sağ olun, xoş gəlmişsiniz çağıran. Allah şükrünüzü bol versin. Çox sağ olun, halal xoşunuz olsun. Möhtərəm. Nə vaxt Göyçay gəldi, gözüm sizə yeriniz var. Allah talasın, canınız sağ olasın ki, gəlib belə çəkimsiz, Göyçay cəmalıyla. İşi bulandırırsınız, Allah sizə ömür versin, can sağ olasın. Sağ olun, möhtərəm. Bu cürlə qarşılamaq, bu cürlə, yəni hər tərəfli də inandırım ki, yəni gəlin Göyçayda olun, bazarda olun və insanlarla ünsiyyətdə olun. Bax, belə gözəl insanlarla yaxından tanış olun. Bunu reallığı özünüz görəcəksiniz ki, bu qədər qonaqpərvər insanlardır. Siz öpürəm barıma basın. Allah sizi böylüdən əziz eləməz. Sağ olun. Bu gözəl Allahın verdiyi gözəl nemətləri bax qarşıma qoymuşsunuz. Halal xoşunuz olsun. Həqiqətən sağ olasın. mən sizlərlə fəxr edirəm. Allah'a Çox sağ olun, biz də sizinlə. Allah canım sağ olasın. Sağ olun, minnətdaram. Allah gəldiniz Göyçay, gözüm sizə yeriniz var. Bəli, göstərilən xoş münasibəti dəyərləndirmək lazımdır. Ümumiyyətlə mən özümdən danışıram. Əgər bir insan bizə qayğı və diqqət göstərirsə, biz o dəyərləndirməliyik. Xalq olaraq, millət olaraq onu biz dəyərləndirməliyik. Bugünkü gündə də Göyçay bazarında, yəni məni necə qarşıladılar, o haqqda məlumat verdim. Allah hər birindən razı olsun. Allah bütün millətimizi qorusun. Xoş gördük sizi, qardaş. Elnur Yusuf. Allah can sağ versin. Balıqlarla bağlı inşallah mən bütün rayonları gəzirəm, bazarı gəzirəm, bütün məlumatları insanlara ötürürəm. İstərdim ki, sizin də bu satışda olan balıqlarla bağlı maraqlanaq, qiymətlərlə tanış olaq. İnşallah təqdim edə bilərsiniz. Hoş geldiniz. Balıklarımız gördüğünüz gibi diri balıklar da var. Yəni Sonra- balıqlara. Kür balıkları var.